Bizə olan müraciətlərin əksəriyyəti dələduzluq faktları ilə bağlıdır. İnsanların emosional bağlarından istifadə edirlər. Bir mövzu var idi bizdə. Deməli, şəxs müraciət edib, qadın-kişi münasibətdədirlər və kişi ona sevdiyini göstərir və sonra başıma hər hansı bir iş gəlib adı ilə qadından mütəmadi olaraq pul vəsaitləri götürür və çox təəssüflər olsun ki, qadınlarımızın əksəriyyəti bu mövzularda çox həssasdırlar və sevdiyi insanın pis vəziyyətdə olmasını nəzərə alaraq onlara daimi olaraq maddi və mənəvi köməkliklər göstərməyə cəhd edirlər və edirlər də və bu da son zamanlarda çox böyük aldatma vasitəsinə çevrilib. Hətta kiçik məbləğlər yox, çox böyük məbləğlərdə. Bizdə olan keyslərdə 35 min var, 40 min var, 19 min var və ən acınacaqlı tərəfi ali təhsilli xanımlarımız belə bu cür insanların qurbanlarına çevrilirlər.